Uşaqlar, hər vaxtınız xeyirli olsun. Bu videoda mənim əsas məqsədim sizə Office proqramlarının və Windows'un bəzi diqqətli olmalı olduğum hissələrini göstərməkdir. Öncəliklə başlayacağım Windows'dan. Uşaqlar, biz öyrəndiyimiz versiya Windows'un əməliyyat sistemidir və Windows'un əməliyyat sisteminin əsas elementləri iş masası, recycle bin və tapşırıqlar panelidir, hansı ki, bunu hər tələbə bilməlidir. Sizin öncəliklə tapşırıqlar panelində və yaxud da recycle bində, iş masasında nələri öyrənməlisiniz, nələrə diqqət etməlisiniz, bunu deyim. Öncəliklə siz tapşırıqlar panelində, iş masasında və start menyuda nələr yerləşir, bunu bilməlisiniz. Tapşırıqlar panelində, yəni aşağı hissədə gördüyünüz start düyməsi, search, Cortana, button, task view, bərkidilmiş və yaxud da aktiv proqramlar, ondan sonra notification area, sonra action center bölməsi və show desktop düyməsi yer alır. Start menyuda isə deməli istifadəçi parametrlərini tənzimləmək üçün olan müvafiq sahə, ondan sonra istifadəçilərin daha sürətli keçid edə bilməsi üçün bəzi qovluqlara keçid üçün qısa yollar, ümumi parametr, güc parametrləri, ondan sonra kompüterə quraşdırılmış proqramların siyahısına baxmaq və ümumi filtrlərə baxmaq, oraya müxtəlif proqramlar bərkitmə üsullarını bilmək lazımdır. İş masasında isə fayl, qovluq və qısa yollar saxlana bilər. Yəni, iş masası desktop adlı bir qovluq olaraq təsəvvür edə bilərsiniz. Yəni, iş masasında saxlanan elementlər desktop qovluğunda saxlanan elementlərdir. Yəni, siz File Explorer'də desktop qovluğuna girəndə gördüyünüz elementlər iş masasında olan elementlərdir. Deməli, uşaqlar, ümumi olaraq biz kontekst menyuları bilməliyik. Bizim öyrənəcəyimiz 7 dənə kontekst menyu var. Bunlar hansılardır? Birincisi, tapşırıqlar panelinin kontekst menyusu, sonra start menyunun kontekst menyusu, sonra iş masasının kontekst menyusu, recycle binin kontekst menyusu, fayl qovluq və qısa yolun kontekst menyuları. Yəni, siz kontekst menyu olaraq bunları bilməlisiniz. Deməli, tapşırıqlar panelinin kontekst menyusunda nələr yer alır? Deməli, toolbars, alətlər paneli, buradan müxtəlif alətlər, yəni əmrlər əlavə edə bilərsiniz tapşırıqlar panelinə. Sonra ikinci sahədən tapşırıqlar paneli üzərindəki bəzi əmrlərin gizlədilib göstərilməsini təmin edərsiniz. Edə bilərsiniz. Bura search, Cortana, task view, people, Windows Ink Workspace və keyboard düymələri daxildir. Ondan sonra növbəti hissədən pəncərələri nizamlaya bilərsiniz. Yadınızda saxlayın, açıq pəncərələr 3 formada nizamlana bilər. Cascade Windows pilavari formada üst-üstə, State üfüqi istiqamətdə üst-üstə, Side by Side isə yan-bayan pəncərələrin düzülməsini təmin edir. Sonra Show Open Windows iş masasını göstərir. Bu əmr həmçinin tapşırıqlar panelinin sağ tərəfində olan Show Desktop düyməsi və kontekst menyu, daha doğrusu klaviaturadan deməli Windows tutmaqla icra edilə bilər. Task Manager proqramına keçidi təmin edir. Bu proqrama da əsas 5 dənə keçid üsulunuz var. Bunlar hansılardır? Deməli, tapşırıqlar panelinin kontekst menyusu, iş masasının kontekst menyusu, ondan sonra klaviaturadan 2 dənə əsas qısa yolunuz. Bunlar hansıları idi? Deməli, bunlar Ctrl, Shift, Escape və Ctrl Alt Delete olacaq. Deməli, bunlar task view rejiminə, daha doğrusu Task Manager proqramına keçidi təmin edir. Bundan əlavə də Start menyuda gəlib Windows sistem qovluğuna daxil olsanız, buradan da yenə Task Managerə keçid mümkün olacaq. Yəni, əsas bu 5 dənə keçid üsulu mövcuddur. Sonra Look the Task var, 2 yerdə mövcuddur. 1. Tapşırıqlar panelinin kontekst menyusunda, bir də ümumi tapşırıqlar panelinin parametrlərinə daxil olanda orada da görə bilərsiniz. Tapşırıqlar panelini pəncərənin müəyyən yerinə, yəni təyin edilmiş yerinə bərkidir. Sonra Taskbar Settings ümumi tapşırıqlar panelinin parametrlərinə keçid edir. Yəni, siz bunu sırf tapşırıqlar panelinin kontekst menyusundan və yaxud da ümumi parametrlərə daxil olaraq Personalize bölməsindən keçid edə bilərsiniz. Deməli, bu da belə. Sonra Start menyunun kontekst menyusu necə açıla bilər? WinX də açıla bilər əlavə olaraq. Deməli, bura müxtəlif alətlər daxildir. Bundan əlavə Task Manager, Settings, File Explorer, Search, Run kimi əmrlər də burada yer alır. Sonra
İş masasının kontekst menüsündə View, Sort by, Refresh, Paste, Paste Shortcut, Undo, Redo, New, Display Settings və Personalize əmrləri yer alır. Deməli, View iş masasındakı obyektlərin görünüş rejimlərini təyin edir. Large, Medium, Small. Sonra iş masasındakı obyektləri avtomatik pəncərələrin sol tərəfinə, tor xətləri üzrə nizamlaya bilir. Həmçinin görünməsini, yəni obyektlərin iş masasında görünməsini təmin edir. Sort by obyektlərin sıralanma parametrlərini, yəni çeşidlənmə parametrlərini dəyişir. Yəni 4 parametrə görə çeşidlənə, yəni sıralana bilər. Ada, ölçüyə, dəyişik tarixi və tipinə görə, hansı ki bu sizin qəbul sualınız idi. Refresh yenilənmə üçündür. Qısa yolu F5-dir. Paste və Paste Shortcut. Paste kat və kopya edilmiş obyekti yapışdırır. Paste Shortcut isə kopyalanmış obyektin qısa yolunu yapışdırır. Sonra undo axırıncı dəfə hansı əməliyyat yerinə yetirilibsə onu ləğv edir. New file qovluq və yaxud da qısa yol yaradır. Display settings ümumi ekran parametrlərini sazlayır. Buraya parlaqlıq, miqyas, əks etdirmə qabiliyyəti və iş masasının belə deyim, səmtləşmə istiqaməti və çox monitorlu rejimlə bağlı parametrlərə aiddir. Personalize ümumi personalize pəncərəsinə keçid üçün nəzərdə tutulur. Deməli, bu da oldu iş masasının kontekst menüsü. Sonra recycle bin. Recycle bin barədə dəqiq bilinməli olan şeylər nədir? Recycle bin uşaqlar kompüterin öz xarici yaddaşından silinmiş və fail və qovluqları saxlamaq üçündür. Yəni, sən kompüterə kənardan xarici yaddaş qurusu qoşanda, flash kart və digər, oradan silinən məlumatlar recycle binə düşmür. Recycle binə daxil olanda Recycle binə File Explorer qovluq pəncərəsində açılır. Buradakı faylları 3 üsulla bərpa etmək olar. Bunlar hansılardır? Faylın üzərində mouse və sol düyməsini 2 dəfə sıxaraq açılan menüdən restore deyərək, faylın üzərində sağ düymə sıxılaraq açılan kontekst menüdən restore deyərək və yaxud da faylı seçib Restore Inland qrupundan uyğun olaraq müvafiq əmri seçməklə bərpa etmək olar. Deməli, recycle binin kontekst menüsündə isə empty recycle bini boşaldır. Pin to start, start menüdə bu filtrələr olan hissəyə bərkidir. Create shortcut qısa yolunu yaradır. Rename ad dəyişir. Properties isə xüsusiyyətlər pəncərəsinə keçid edir. Xüsusiyyətlər pəncərəsində o qədər də əlavə parametri yoxdur. Sadəcə recycle binin hansı qovluqda təyin olunacağını, recycle binində saxlanacaq məlumatların maksimal həcmini, obyektin recycle binə düşmədən silinmə parametrlərini, bir də obyektin silinən zaman ekrana dialoq pəncərəsinin çıxıb çıxmayacağını təyin etməyə imkan verən müvafiq əmrlər burada yer alır. Bu da recycle binin kontekst menüsü. Recycle binin kontekst menüsündə yadınızda saxlayın, pin to start əmri var, amma pin to quick access yoxdur. Çox vaxtı buradan çaşdırırlar. Elə pin to sözünü görən kimi sevinib düz yazırsınız, yazdığınızı sanırsınız, amma diqqətli olmaq lazımdır. Sonra faylın kontekst menüsü uşaqlar. Faylın kontekst menüsündəki müvafiq əmrlər edit, new, print, open, share, open with, give access to, arxiv əlavə etmə parametrləri. Sonra send to, yəni və buradan obyektin göndərilməsi, həmçinin iş masasında qısa yolun yaradılması, cut, copy, create shortcut, delete, rename və property əmrləri yer alır. Qovluğun kontekst menüsünə baxsanız, faylda gördüyünüz new, ondan sonra print, sonra share əmrlərini görə bilməyəcəksiniz. Ondan fərqli olaraq qovluqda olub faylda olmayan əmrlər var. Pin to quick access, sonra include in library, pin to start əmrləri qovluğun kontekst menüsündə olur, faylda olmur. Bir də qısa yolun kontekst menüsü var. Qısa yolun kontekst menüsündə fayldan fərqli olaraq Open File Location əmri var. Bu nə faylda, nə də qovluqda olmur. Çünki qısa yol fayla keçidi təmin edən bir işarədir. Bəs o istinad etdiyi fayl harda yerləşir? Bunu müəyyən etmək üçün Open File Location əmrinə ehtiyac var. Deməli, uşaqlar, bu da oldu ümumi kontekst menülər. Gördüyünüz kimi gözünüzdə böyütdüyümüz qədər çox deyil. Bunları bilsəniz yaxşı olacaq. Deməli, uşaqlar, mən start menünün kontekst menüsündə tək-tək sadalama etmədim, amma siz bunları tək-tək əzbərləməlisiniz. Sonra uşaqlar, növbəti əsas bilməli olduğumuz şey parametrlərlə bağlıdır. Biz nəyin parametrlərini öyrənirik? Tapşırıqlar panelinin parametrlərini, iş masasının parametrlərini, ondan sonra start menünün parametrlərini öyrənirik.
Parametrlərə keçid üçün deməli Settings pəncərəsinə və yaxud da Control panelinə müraciət edə bilərsiniz. Deməli, buradan biz əsas parametrləri Personalize bölməsinə daxil olan parametrləri öyrənirik. Proqramımızda əsas olan bunlardır. Hətta buradan artıq sizə həm arxa plan, həm kilit ekranı, həm start, həm də taskbar parametrlərini izah eləyəcəm. Background iş masasının arxa fon parametrlərini dəyişir. İş masasının arxa fonuna şəkil, rəng, şəkillər ardıcıllığı və Windows tərəfindən təyin edilmiş təsvir əlavə etmək olar. Və burada tez-tez qəbula düşən Choose a Fit var. Hansı ki, deyir ki, iş masasında təsvirlər hansı rejimdə əlavə edilə bilər. Deməli, uyğunluq rejimləri Fill, Fit, Stress, Style, Center, Span'da bunu mütləq bilməlisiniz. Color deyəndə nə başa düşürsünüz? Rəng parametrləri. Uşaqlar, sistemin rəng parametrləri, məsələn, gözləməndə yazılar falan hər şey deməli, bu rəngdədir, səhra rəngdə. Bunun səbəbi nədir? Sistemin rəng parametrlərini mən bu şəkildə təyin etmişəm. Yəni, göy rəng eləyə bilərəm. Artıq bu istifadəçinin öz istəyindən asılı olan bir şeydir. Bu da belə. Sən daxil olun. Deməli, uşaqlar, bu qaydada daxil ola bilirik. Daxil olduq, daha doğrusu bu işləri görə bilirik. Deməli, uşaqlar, bu da belə. Həmçinin ümumi sistemin rəng parametrləri, məsələn, bəzən light və yaxud da dark və yaxud da öz seçimimiz daxilində istifadə edə bilirik. Lock screen kilit ekranı ilə bağlı parametrləri tənzimləyir. Deməli, uşaqlar, buradan kilit ekranına əlavə edəcəyiniz təsviri seçə bilərsiniz. Sonra Screen Timeout Settings. Deməli, burada vaxtla bağlı parametrləri təyin edə bilərsiniz. Ondan sonra uşaqlar, bir də Screen Saver ekran qoruyucusu parametrlərini təyin edə bilərsiniz. Ekran qoruyucusu nəyə deyilir? Ekran qoruyucusu deməli, təyin edilmiş gözləmə vaxtı bitənə qədər kompüterdə hər hansı bir əməliyyat icra edilməzsə, kompüterdə ekranda gələn müxtəlif belə deyim, görüntülərdir ki, bu da bir növ belə deyim, kompüteri ekranını qoruyur. Əslində, hal-hazırki rejimdə qorumur. Yəni, hal-hazırki halda o qədər də böyük bir funksiyası yoxdur. Əvvəldə bu məqsədlə yaradılmışdır. Bu ekran qoruyucusunun müsbət tərəfi odur ki, ekran qoruyucusuna keçəndən sonra, məsələn, siz bu parametri təyin etsəniz, Display Login Screen, bu zaman artıq gözləmə vaxtı bitdikdən sonra kompüter avtomatik olaraq belə deyim, kilit ekranına keçid eləyəcək. Yəni, siz qoruyucudan çıxan zaman kilit ekranına keçid etmiş olacaq. Ondan sonra tema bölməsinə müxtəlif temalar tətbiq edə bilərsiniz. Həmçinin buradan da keçid edib arxa plan, rəng, səs və mouse parametrlərini dəyişmək mümkün olur bu şəkildə. Ondan sonra gəldik növbəti hissəyə. Font bölməsindən ümumi şriftlə bağlı parametrlər tənzimlənir. Start bölməsindən isə start menü parametrləri tənzimlənir. Buraya daxildir. Show more on tile start. Bu əmr start menünün genişlənməsini və orada daha çox filtrə əlavə edilməsini təmin edir. Show up list in start menu. Application, yəni proqramların start menyuda görünməsini təmin edir. Show recently added, son əlavə edilən proqramları, show most used tez-tez istifadə edən proqramları, suggestion bölməsindən isə təklif edirəm proqramları, full screen vasitəsilə start menünü tam ekran aça bilərsiniz. Ondan sonra show recently open item jump list. Deməli, burada son tez istifadə edilən, daha doğrusu açılmış faillərin siyahısına baxa bilərsiniz. Yəni, start menüdəki obyektlər üzərinə kontekst menüsünə gələrək. Sonra choose which folder appear on start bölməsindən start menünün sol tərəfində əks olunan qovluqları seçə bilərsiniz. Taskbar settingsdən isə tapşırıqlar panelinin parametrləri sazlanır. Buraya look set taskbar, kilidlənmə, tapşırıqlar panelinin masaüstü rejimdə və tablet rejimində müvəqqəti gizlədilməsi, sonra tapşırıqlar paneli üzərindəki parametrlərin, daha doğrusu düymələrin kiçildilməsi, sonra aeropic funksiyasının aktivləşdirilməsi, sonra Startın kontekst menüsündə olan Command promptun Windows PowerShell ilə əvəz edilməsi,
Sonra tapşırıqlar paneli üzərindəki düymələr üzərində yerləşən nişanların gizlədib göstərilməsi, sonra tapşırıqlar panelinin iş masasındakı mövqeyinin təyin edilməsi, iş masasında 4 mövqe də ola bilər, top, left, right, button, sonra tapşırıqlar panelindəki düymələrin qruplaşdırma rejimləri. Hətta belə bir sual var ki, taskbar buttons bölməsində butonların neçə görünüş rejimi var deyəndə əslində bunu nəzərdə tutur. Yəni butonlar pəncərələr bir butonlar üzərində qruplaşdırılmış şəkildə görünə bilər. When taskbar is full-da sadəcə dolu olanda qruplaşdırma baş verir və obyektlərin adları gizlədilmir. Obyektlərin adları gizlədilə bilmir. Ondan sonra neve bölməsindən isə deməli ümumiyyətlə qruplaşdırma əmrini ləğv edir. Sonra notification area isə notification area bölməsində görünəcək bildirişləri təyin etməyə imkan verir. Deməli, bu da parametrlər. Yəni, sizin öyrənməli olduğunuz parametrlər uşaqlar bu hissədə, personalize hissəsində yer almış olacaq. Ondan sonra parametrlərdə bu qaydada öyrəniriz. Dediyim kimi, parametrlərə daxil olma üsullarımız necədir? Ümumiyyətlə, personalize pəncərəsində tapşırıqlar panelinin kontekst menusundan, iş masasının kontekst menusundan, bir də ümumi parametrlərlə daxil olmaq mümkündür. Bu personalize bölməsinə daxil olmağın yollarıdır. Sonra bundan başqa bir də parametrləri kontrol paneldən də təyin etmək mümkündür. Kontrol paneldəki parametrlərində 3 dənə görünüş rejimi var. Bu şəkildə qruplaşdırılmış large icons, bir də small icons. Bu görünüş rejimlərinə sahibdir. Bu da kontrol panel. Ondan sonra yoldaşlar, kontrol paneldə dediyimiz əsas gördüyümüz əsas işlər bunlardır. Sonra ümumi olaraq Windowsda başqa nələri əsas bilmək lazımdır? File Explorer'i bilmək lazımdır uşaqlar. File Explorer'ə WinE qısa yoluyla daxil ola bilərsiniz. Tapşırıqlar panelindəki müvafiq qısa yolla daxil ola bilərsiniz. Start menyudan daxil ola bilərsiniz. Start menyuda sırf File Explorer'ə daxil olmaq üçün standart proqramların olduğu qovluqlardan Windows sistem qovluğundan keçid edə bilərsiniz. Və yaxud da hər hansı bir qovluq açmaqla File Explorer proqramına daxil ola bilərsiniz. Bütün qovluqlar File Explorer pəncərəsində açılır. Uşaqlar, File Explorer pəncərəsində oturub tək-tək izah edə bilməyəcəm, çünki bu onsuz da bizim keçdiyimiz şeylərdir. Sadəcə olaraq burada əsas məsələlər nələrdir? Hər bir tələbə əsas tabları və onların lent qruplarını bilməlidir. Bir dənə file tab deyil, ayrıca bir menyudur. Yerdə qalır Home, Share və View və hər bir tələbə bunların lent qruplarını əzbərdən bilməlidir. Hansı ki, Home-un lent qrupları Clipboard, Organize, New Open, Select, Share bölməsində Send, Share With, View bölməsində Paint, Layout, Current View, Show Height və Options qruplarından ibarət olacaq. Yəni, bunlar qruplardır uşaqlar. Sonra siz burada nəyə diqqət etmirsiniz? Məsələn, bu lentin gizlədib göstərilməsi var. Ctrl F1 ilə həyata keçirilir və yaxud da lentin sağ yuxarı küncündəki müvafiq işarə ilə bu əməliyyatı icra edə bilərsiniz. Sonra ünvan sətri anlayışı var. Bu faylın və yaxud da qovluğun tam yolunu və yaxud da yolunu əks elətdirir. Tam yolunu deməyək, yol desək daha doğru olar. Ondan sonra sol tərəf naviqasiya panelində fayl görə bilməzsiniz, ancaq qovluqlar və qovluqlara daxil olan alt qovluqları görə bilərsiniz. Qovluğa daxil olan faylları ancaq işçi sahədə görə bilərsiniz. Və aşağıda vəziyyət sətri yerləşir. Bu vəziyyət sətri imkan verir ki, siz ümumi qovluqların, seçilmiş elementlərin sayına baxa biləsiniz. Çünki sizə şəkil düşəndə şəkildə yox, əsas bu aşağı hissəyə baxaraq sayı tapmalı olacaqsınız. Əsas buna diqqət edin. Sonra uşaqlar, yuxarı səviyyəli qovluq anlayışı var. Deməli, hər bir qovluq başqa bir qovluğun içində yerləşir. Məsələn, mövzular qovluğu, mövzular TXT qovluğu, mövzular qovluğunun, mövzular qovluğu informatika materialları qovluğunun, informatika materialları master qovluğunun, master isə D-diskinin daxilində yerləşir. Yəni, burada da sağdan sola doğru səviyyə artır uşaqlar. Yəni, məsələn, desəm ki, bir səviyyə yuxarı keç, yəni bu zaman sən mövzular qovluğuna keçid edəcəksən. Bunu da
apt əmri ilə həyata keçirirsən. Deməli, apt yuxarı səviyyəli qovluğa keçid etmək üçün nəzərdə tutulur. Məsələn, sizə deyirlər ki, qovluqlar ağacında tutalım 2 səviyyə yuxarı qalxdı. Bu zaman siz əvvələ, yəni qayıtmağı nəzərdə tutacaqsınız tutan mövzularda. Sən 2 səviyyə yuxarı qalxmaq master qovluğuna keçid etmək deməkdir. Sonra yoldaşlar, buna belə diqqət edirsiniz. Sonra keçək növbəti hissəyə. Qovluğun daxilində nələr olar, nələr olmaz? Qovluğun daxilində fail qovluq və qısa yol olur. Qovluğun daxilində eyni adlı və eyni genişlənməli 2 fail ola bilməz. Həmçinin eyni ada sahib fail və qovluq da ola bilməz. Məsələn, tutalım qovluğun adı info dəyişim adını info.acc.db-dir. Bu qovluğun adıdır. Mən gəlib burada yeni fail yaratsam, o failin adı bu şəkildə ola bilməz. Yəni, nə olsun bir fail, bir qovluqdur. Yəni, eyni adlı, hər şey eyni olan 2 element burada yer ala bilməz. Başa düşdünüzmü? Yəni, bu da diqqət edilməli olan detaydır. Bunu həmişə fail üçün deyirik, amma həmçinin fail və qovluğa da aid olacaq. Ondan sonra uşaqlar, buradan başqa digər məsələlər nələrdir? Qovluğun daxilindəki fail və qovluq sayı kompüterin yaddaşından asılı olan bir şeydir. Yəni, burada xüsusi bir limit qoyulmuyor. Sonra gəldik digər məsələlərə. Digər məsələlər lent qrupları və tablarla bağlıdır. Biz əsas bilməli olduğumuz clipboardda mübadilə buferi əmrləridir. Uşaqlar, obyektlər cəmi 2 halda mübadilə buferinə düşə bilir. Kat və copy edilərsə, çünki digər əmrlər buna imkan vermir. Sadəcə copy obyektin sürətini mübadilə buferinə köçürür. Kat isə obyektin yerini mübadilə buferinə dəyişir. Yəni, bu halda bəs mübadilə buferindəki obyekt necə istifadə edilir? Paste əmri vasitəsilə istifadə edilir. Kopyalanmış obyekt istənilən qədər, kat edilmiş obyekt isə cəmi bir dəfə istifadə edilə bilir. Fərqləri buradadır. Sonra uşaqlar, bəs başqa mübadilə buferinin əmri varmı? Uşaqlar, deməli, kat və copy onların qısa yolu xaricində file explorerdə heç bir əmr obyektləri mübadilə buferinə sala bilməz, yəni köçürə bilməz. Bir də bu obyektlərdən bağlı əlavə onu demək istəyirəm ki, bu fail və kat və copy ilə bağlı. Uşaqlar, ümumi Windows-a nəzərən baxsaq, biz ekran görüntüsü alanda da o mübadilə buferinə düşür. Ekran görüntüsünün print screen, sonra WinShift-S, məsələn, mən dərsdə tez-tez istifadə edirəm, məsələn, müəyyən bir görüntüsünü alıram. WinShift-S və yaxud da Snipping Tool və yaxud da bundan əlavə Full Screen Snap proqramı vasitəsilə ekran görüntüsü alanda, deməli, bunlardan mübadilə buferinə düşür. Deməli, bu da mübadilə buferi əmrləridir. Sonra baxaq başqa nəyə? Amma digər əmrlər dediyim kimi obyekt mübadilə buferinə düşmür. Sonra Organize bölməsindəki Move to Copy to-da kat və copy-nin gördüyü işi görür. Sadəcə mübadilə buferindən istifadə etmədən bu işi görə bilir. Delete rename-də nə iş gördüyünü bilirsiniz. Sadəcə rename-i tək Organize lent qrupundan yox, bir çox yerdən icra etmək olar. Bunlar hansılardır? Deməli, Organize lent qrupundakı rename əmri, obyektin adının üzərində fasiləli şəkildə 2 dəfə klik etmək, ondan sonra obyektin adının üzərində F2 düyməsini sıxmaq, ondan sonra bundan əlavə də başqa obyektin üzərində sağ düymə sıxaraq açılan kontekst menyuda rename əmri ilə və yaxud da obyektin üzərində sağ düymə sıxaraq kontekst menyudan properties əmrinə keçərək properties pəncərəsindəki ad qutusundan və yaxud da home tabının open lent qrupundakı properties əmri vasitəsilə obyektin adını dəyişə bilirik. Yəni 5-6 üsul oldu. Sonra qovluq daxilində yeni qovluq, fail və qısa yol yaratmaq olar. Qovluq daxilində qovluq yaratmaq istəyirsənsə, mütləq buradakı prinsip nədir? Qovluğa daxil olub içində qovluq yarada bilərsən. Məsələn, mən 9 qovluğun içində qovluq yaratmaq üçün
Öncə 9-u açıb onun içərisində qovluq yarada bilərəm. Əks halda bu mümkün deyil uşaqlar. Sonra Open bölməsindənsə Properties pəncərəsinə keçid etmək olar. Bunu da ya kontekst menudan, ya Properties pəncərəsindən, ya da klaviaturadan Alt-Enter sıxaraq, həmçinin cəhd müraciət panelindən açmaq olar. Sonra Select bölməsindən seçim aparmaq olar. Select all bütün obyektləri seçir, Select none seçilməni ləğv edir. Invest Selection isə seçilməmiş obyektləri seçir, yəni seçilmişlərlə seçilməmişlərin yerini dəyişir. Obyektlərin seçilməsi ilə bağlı əsas qaydalarımız nələr idi? Yanaşı obyektlər Shift, yanaşı olmayan obyektlər isə kontrol vasitəsilə seçilir. Seçilmiş obyektlərin sayı isə vəziyyət sətrində əks olunur uşaqlar. Sonra şiə bölməsi ötürmək üçündür. Buradan qovluğa ötürmə, daha doğrusu arxivi ötürmə, hər hansı proqramla ötürmə, çap etmə, diskə yazma kimi əməliyyatlar, şəbəkədə paylaşım əməliyyatları mövcuddur. Ünisə görünüşlə bağlı parametrləri sazlayır. Bir, görünüşə daxildə panellər, qovluq daxilindəki obyektlərin görünüş rejimləri, bir də obyektlərin gizlədib göstərilməsi rejimləridir. Pane panellərdir. Biz File Explorer'də 3 dənə panel öyrənirik. Navigation pane, Preview pane və Details pane paneli. Navigation pane pəncərənin sonunda yerləşir. Preview və Details pane isə sağ tərəfdə yerləşir. Bunlar nə üçündür? Preview pane obyekti açmadan onun məzmununa baxmaq üçündür. Details pane isə obyekt haqqındakı məlumatlara baxmaq üçündür. Sonra Layout Element qrupundan görünüş rejimlərini təyin etmək mümkün uşaqlar. Baxın, bizim ümumi 8 dənə görünüş rejimlərimiz var. Qısa yollar Ctrl-Shift-1 Extra Large, Ctrl-Shift-2 Large, Ctrl-Shift-3 Medium, Ctrl-Shift-4 Small, Ctrl-Shift-5 List, Ctrl-Shift-6 Details, Ctrl-Shift-7 Size, Ctrl-Shift-8 isə Content görünüş rejimlərini açır. Extra large, large, medium, small və listə obyektlərin sadəcə adı və fayl isə genişlənməsi görünür. Başqa heç bir parametr görünmür. Amma details, size, content obyektlərin həcmini də görmək mümkün olur. Sonra düzülüş istiqamətinə görə fərqlənə bilir. Nələr? Məsələn, extra large, large, medium və size, bir də small. Bu görünüş rejimlərində obyektlər gördüyünüz kimi üfüqi istiqamətdə sətr üzrə düzülür. List, details, contentdə isə şaqul istiqamətdə düzülür. Elə listdən small'u bundan fərqləndirə bilərsiniz, çünki ölçülər eynidir. Sadəcə small'da ardıcılığa baxın, sətr istiqamətindədir. Listə ardıcılığa baxsaz, sütun istiqamətində olacaq. Uşaqlar, bəs bunun düzülüş istiqamətini bilmək bizə harda çox lazımdır? Uşaqlar, obyektlərin seçilməsi zamanı, məsələn, obyekt large görünüş rejimindədirsə, məsələn, mən birinci qovluğu seçib, shift sıxılı vəziyyətdə 9-cu qovluğu seçəndə 1-dən 9-a qədər üfüqi istiqamətdə seçim aparılır. Əgər mən görünüş rejimini list eləsəm, məsələn, birinci qovluğu seçib, shift sıxılı vəziyyətdə 5 faylını seçsəm, şaqıl istiqamətdə 1-dən 5-ə qədər obyektlər seçilmiş olacaq. Yəni, obyektlər hansı istiqamətdə düzülürsə, deməli, o istiqamətdə də seçilir. Elə bu zaman iş masasında deyim. Uşaqlar, iş masasındakı obyektlərdə ancaq üfüqi istiqamətdə seçilə bilər. Məsələn, Recycle bunu seçdim. Sonra Shift sıxılı vəziyyətdə Info Zip qovluğunu seçəndə deməli, nə olacaq? Üfüqi istiqamətdə elementlər seçilmiş olacaq. Yəni, buna diqqət edin. Sonra Details görünüş rejimi, digər görünüş rejimindən fərqləndirən parametrlər var. Details görünüş rejimində fayl və qovluq haqqındakı məlumatlar sütuna görə 4 sütunda əks olunur. Bunlar hansılardır? Name, date modify, type, bir də size sütunudur. Uşaqlar, bu yeni sütunlarsa current view-də add column vasitəsilə əlavə edilə bilər. Sonra size all columns to fit vasitəsilə də ölçülər nizamlana bilər. Və details görünüş rejimi yeganə görünüş rejimidir ki, bu görünüş rejimində filtr tətbiq etmək olar. Yəni, lazımi şərti ödəyən verilənləri ekranda göstərmək olar. Sonra yeni sütunlar əlavə etmək olar. Bir də ki, başqa nə deyəcəkdim, elə bunlar da, əsas fərqləri bunlardır. Sonra gəldik Tiles. Tiles görünüş rejimində obyekt haqqındakı məlumatlar obyektin sağ tərəfindədir və ölçü orta ölçüdür.
Kontentdə hər bir obyekt arasında solğun xəttlər var və qarşı tərəfində date, modify və size görünür. Bəziləriniz detailsdən qarışdırırsınız, amma kəskin şəkildə fərqlərin ən azından solğun xəttlərə görə fərqləndirə bilərsiniz. Sonra sort by nə sıralayır uşaqlar, nə hansı parametrlərə görə sıralanırsa, bunu da bilmək lazımdır. Ada, dəyişiklik tarixi, tipə, ölçü, yaradılış tarixi, qovluğun yolu, sonra müəllifə, sonra kateqoriyasına görə, sonra əlavə edilmiş acar sözlərə və titula görə sıralana bilər. Qrup byda ada, dəyişiklik tarixinə, tipə, ölçüyə, sonra yaradılış tarixinə, qovluğun yoluna, sonra müəllifin adına, titula, kateqoriya və taqa görə sıralanır. Hətta demək olar ki, sort bydan eynidir. Bir fərq olmayacaq. Deməli, bu da belə uşaqlar. Sonra show faydadan fayl və qovluqları gizlədib göstərmək olar. Ümumi olaraq fayl və qovluqları hansı üsullarla gizlətmək olar? Obyekti seçdikdən sonra hide select əmrini icra edə bilərsiniz. Və yaxud da home tabına gəlib properties dialog pəncərəsinə keçərək hidden attributunu tətbiq edə bilərsiniz. Və yaxud da obyektin kontekst menüsünə daxil olaraq yenə properties-ə keçərək hidden attributu tətbiq edərək gizlədə bilərsiniz. Yəni əsas 3 dənə üsul var. View tabındakı show hide length qrupu, home tabında properties əmri və kontekst menüdəki properties əmri bu əməliyyatı icra edə bilər. Sonra gizlədilmiş obyektlərin solğun şəkildə görünüb görünməməsini həm view tabında show hide length qrupundan icra etmək olar. Sonra yəni burada hidden items deyərək gizlədilmiş obyektləri göstərə bilərik. Ya da folder options dialog pəncərəsinin view pəncərə əlavəsində show hidden file deyərək gizlədilmişləri göstərə bilərik. Don't show hidden file deyərək gizlədilmiş obyektlərin görünməsinin qarşısını ala bilərik. Bunu da hardan eləmək olar? Bir file menüsündəki optionsdan, viewdakı optionsdan, bir də viewdakı show hide length qrupundakı hidden items əmri vasitəsilə bu işi görə bilərik. Yəni, bu da belə uşaqlar. Bu da bir əlavə. Sonra buradan Options dialog pəncərəsinə gəlmişkən deyim. Options dialog pəncərəsini həm file menüsündən, həm də View tabından açmaq olar. 3 dənə pəncərə əlavəsi var. General, View, Search. Generaldan qovluqların eyni və yaxud da ayrı-ayrı pəncərədə açılması, tək və yaxud da cüt kliklə açılması. Sonra View hissəsindən gizlədilmiş obyektlərin görünüb görünməməsi, sonra vəziyyət sətrinin, naviqasiya panelinin, library qovluğunun, sonra faylların genişlənməsinin gizlədib göstərilməsi kimi əməliyyatları icra etmək mümkündür. Bir də library qovluğuna daxil olan uşaqlar 4 dənə alt qovluq var. Bunu əzbər bilməlisiniz. Bunlar hansılardır? Document, Music, Picture və Videos qovluqları olacaq. Sonra yoldaşlar, bu dediklərimiz də bu qaydada olacaq. Sonra mən baxıram ki, görüm sizə nəyi demədim. Məncə demədiyim bir şey yoxdur, uşaqlar. Əksər şeyləri dedim. Yəni, tək-tək düzdür, əmr göstərmədim ki, bunu neyinir, nə iş görür. Çünki bunu sizə onsuz da uzun versiyada öyrətmişəm. Əgər ehtiyac duysaz, bu Windows'un uzun versiyada 3 saatlıq izahı var. Yəni, 2 video şəklində bir yerdə 3 saatlıq izahı var. O videoya baxa bilərsiniz, məsələn. Tam belə detaylı öyrənmək istəyirsinizsə. Amma bu sadəcə imtahana qısa vaxt qala qısa-qısa izah etmək üçün. Əslində, çox da qısa izah etmiş sayılmaram, amma yenə deyim, bilin. Sonra uşaqlar, siz başqa nəyi bilməlisiniz? Standart proqramları. Standart proqramlar Windows-la bərabər kompüterə quraşdırılan proqramlardır. Bunlar Windows Accessories, Windows Administrative Tools, Windows Easy of Access, bir də Windows System qovluqlardır. Deməli, uşaqlar, bu qovluqlara daxil olan bəzi proqramlar var, tətbiqidir, bəziləri də bizə sistem xidməti proqramlar ola bilər. Hətta sual verirlər ki, tutalım, Windows-da xidməti funksiyaya sahib olan standart proqramlar hansılardır? Məsələn, burada Windows Administrative Tools qovluğuna daxil olan bəzi proqramları və yaxud da Windows System qovluğuna daxil olan bəzi proqramları deyə bilərsiniz.
Deməli, Windows Accessories qovluğuna Character Map, Internet Explorer, Mat Input Panel, Notepad, Paint, Quick Access, Remote Desktop Connection, Snipping Tools, Steps Recorder, Windows Fax and Scan, Windows Media Player, WordPad aiddir. Windows Administrative Tools qovluğuna əsasən utilizlər, Computer Management, Computer Service, Defragment and Optimize, Cleanup, Event Viewer, sonra başqa əsas nələrdir? Performance Monitor, sonra Resource Monitor, Recovery, sonra Editor, sonra Service, System Configuration, Information, Task Schedule, tapşırıq planlaşdırıcısı kimi proqramlara aiddir. EasyFX isə bu gördüyünüz 4 proqrama aiddir. Bir də Windows sistemə elə çoxumuzun tanıdığı Command Prompt klaviaturadan kompüteri idarə edir. Həmçinin Windowsda MS-DOS interfeysi təmin edir. Yəni əmrli interfeys təmin edir. Sonra Control Panel dedik, parametrlər sağladığımız bir qovluqdur. File Explorer fayl və qovluqlarla iş üçün nəzərdə tutulur. RAM proqramları sürətli şəkildə işə salınır. Qısa yolu WinR'dir. Task Manager, bayaq gözlədik tapşırıq. Task Manager kompüterdəki prosesləri izləyir, donmaların qarşısını alır. This PC, yəni donma qarşısını alır demək biraz düz çıxmır, yəni donma anında müdaxilə etməyə imkan verir. This PC, kompüterin öz xarici yaddaşına, həmçinin bundan əlavə də kompüterə sonradan qoşulmuş xarici yaddaş qruplarına baxmaq üçün istifadə edilir. Sonra bu da belə uşaqlar, bu da Windows sistem qovluğuna daxil olan proqramlardır. Bunlar adlanır standart proqramlar. Dediyim kimi, standart proqramların içərisinə həm sistem, həm də tətbiqi proqramlar daxil olur. Düz içində instrument, bir dənə instrumental yoxdur. İçərisində tətbiqi də var, sistem də var. Sonra uşaqlar, bu oldu belə. Başqa bir də Windowsda texnologiyalar var. OLE, sonra drag and drop, plug and play, bu kimi texnologiyalar var. Uşaqlar, bunlardan drag and drop mübadilə buferindən istifadə etmədən obyektin yerini dəyişməsi, köçürülməsi və qısa yolunu yaratmaq üçün nəzərdə tutulur. Məsələn, belə deyim. Ctrl və mouse sol düyməsi ilə obyekti sürükləsən, sürəti köçürüləcək. Copy to vasitəsilə də yenə sürətini köçürə bilərsən. Shift və mouse sol düyməsi ilə sürükləsən, yeri dəyişəcək. Həmçinin move to ilə də sürükləyəndə yer dəyişmə olacaq. Shift, Ctrl və Alt ilə sürükləyəndə qısa yol yaradılacaq. Sonra Context menüdə Send to Desktop Create Shortcut deyərək və ya da Context menüdə Create Shortcut deyərək qısa yol yarada bilərik. Sonra sağ düymə ilə sürükləyəndə həm yerini dəyişə, həm qısa yolunu yarada, həm də sürətini köçürə bilərik. Deməli, bunlar drag and drop texnologiyası. Niyə drag and dropdur? Çünki biz mübadilə buferindən istifadə etmədən, cut copy'dən istifadə etmədən əgər yer dəyişmə, köçürmə və qısa yol yarada biliriksə, bu üsullar drag and drop texnologiyasına aiddir. Həmçinin mouse'un sol düyməsi ilə də obyekti sürükləyərək yerini dəyişə və yaxud da sürətini köçürə bilərik. Sadəcə əgər obyekt eyni məntiqi diskdəki bir qovluqdan başqa bir qovluğa sürüklənirsə yer dəyişmə, ayrı-ayrı məntiqi qovluqlarda, məntiqi disklərdə yerləşən qovluqlar arasında sürükləndikdə isə yer dəyişməsi, daha doğrusu köçürmə əməliyyatı baş verir. Yəni, demək istədiyim baca nədir? Yazaraq göstərəyim. Uşaqlar. Tamam. D-diskin daxilində A və B qovluqları var. Adı olan, məsələn, master adlı obyekti mouse'un sol düyməsi ilə B-yə sürükləsək, bu zaman yer dəyişmə olur. Yəni, əvvəlki yerindən silinir. Çünki eyni məntiqi diskdədir. Amma məsələn, D diskində olan A qovluğu var, bir də C diskində olan B qovluğu var. Burada olan master adlı obyekti C diskində olan B qovluğuna aparsam, bu zaman köçürmə baş verəcək. Yəni, obyekt öz əvvəlki yerində D diskində də qalacaq, həmçinin B-yə də köçürülmüş olacaq. Yəni, fərqləri budur. Yəni, eyni diskin içində olanda yer dəyişmə, ayrı-ayrı məntiqi disklərdə olanda isə köçürmə əməliyyatı edir mouse'un sol düyməsi. Bu da bir önəmli detaydır. Sonra plug and play'dir.
Bu qurğuların sistem tərəfindən avtomatik tanınması, avtosazlanması, yəni sən mouse və bir sıra qurğuları birbaşa kompüterinə qoşub istifadə edə bilirsən. Sonra bir də OLE texnologiyası var. Bu isə bir proqram mühiti daxilində başqa bir proqramın istifadəsidir. Məsələn, Word-dakı OLE texnologiyalarından misal göstərə bilərəm. Məsələn, table-da gəlib Excel spreadsheet deyərək Excel cədvəl əlavə etmək istəyirəm. Biri bu. Ondan sonra və yaxud da Illustration'dakı chart əmrindən istifadə edərək diaqram əlavə edirəm. Bu zaman da yenə Excel proqramı ekrana çıxır. Və yaxud da Insert'da Object əmrində alt əmrlərindən istifadə edərək Excel, PowerPoint və bir sıra proqramlarda müxtəlif obyektlər əlavə edə bilirəm. Buna deyilir OLE. Yəni bir proqram mühiti daxilində başqa bir proqramın istifadəsi və yaxud da obyektin bir neçə proqramla bərabər işləməsi bu adlanır OLE texnologiyası. Bir də virtual yaddaş texnologiyası var. Bu nədir? Uşaqlar, budur ki, əməli yaddaşda, yəni RAM-da yer olmadıqda xarici yaddaşın müəyyən bir hissəsinin RAM kimi istifadəsinə deyilir. Bu virtual yaddaş texnologiyasıdır. Sonra virtual yaddaşda belə. Sonra mübadilə büfer anlayışı var. Mübadilə büferdə dediyimiz kimi kat və kopyalanmış obyektlərin saxlanıldığı sahədir. Bu da əməli yaddaşda, yəni RAM-da yaradılır. Ona görə də müvəqqətidir. Sonra uşaqlar, bu da belə Windows, yəni Windows-u əhatəli şəkildə danışdıq. İnşallah ki, sizə aydın olmuşdur. İndi bu videonun davamında Word-u danışacağım inşallah.